Amerikalı biznesmen Elon Musk dünyanın ilk trilyonçusu olub. Reuters agentliyinin məlumatına görə SpaceX şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi nəticəsində onun sərvəti rekord səviyyəyə çatıb. IPO prosesi adlanan bu gedişat bazara 75 milyard dollar vəsait cəlb edərək yeni rekord qırıb. Bu ticarətdən əvvəl Musk'ın sərvəti təxminən 750 milyard dollar qiymətləndirilirdi. Hazırda isə təkcə SpaceX-dəki səhim payı 866 milyard dollar dəyərindədir və bu sərvətinin əsas hissəsini təşkil edir. Musk'ın digər aktivləri ilə birlikdə ümumi sərvətinin 1 trilyon 100 milyard dolları keçdiyi qeyd olunur. O əsasən SpaceX və digər texnologiya şirkətlərinin böyük hissəsinə sahibdir. Bu şirkətlərin səhmləri bazarda çox yüksəlib. Xüsusilə SpaceX-in bazara çıxması və investorlardan böyük pul cəlb etməsi şirkətin ümumi dəyərini artırıb. Məhz buna görə o, bu göstərici ilə tarixdə ilk trilyonçu statusunu qazanıb. Bu xəbər qlobal maliyyə bazarlarında böyük maraq və ümid yaradıb. Analitiklərin fikrincə, investorlar texnologiya və kosmik sənayeyə maraqlarını daha da artırmağa başlayıblar. Elon Musk'ın sərvətinin bu qədər artması bazarlarda böyük təsir gücünə malik olmasını göstərir. Belə böyük sərvət texnologiya və kosmik sahələrə daha çox investisiya qoymaq imkanı yaradır. Eyni zamanda sərvətin bir nəfərdə toplanması iqtisadi riskləri artırır. Çünki bazar dəyişiklikləri onun aktivlərinə birbaşa təsir göstərir. Buna görə də bu hadisə həm böyük imkanları, həm də iqtisadi balansın yenidən düşünülməsini simvolizə edir. Elon Musk'ın texnologiya sahəsində qazandığı uğurlar bu sektora böyük maliyyə axınlarının gəlməsini şərtləndirir. Həmçinin bu tendensiya digər innovasiya şirkətləri üçün də dalğa effekti yaradır. Nəticədə bazarda yeni startaplar üçün daha asan investisiya tapa bilir və inkişaf sürətlənir. Eyni zamanda Morgan Stanley kimi investisiya qurumları bildirir ki, bu cür optimizm bəzi hallarda bazarda qiymətlərin real dəyərdən uzaqlaşmasına səbəb ola bilər. Çünki investorlar gələcək potensiala çox fokuslandıqda qısa müddətli riskləri qiymətləndirməyə bilərlər. Bununla yanaşı, kosmik texnologiyalar və süni intellekt kimi sahələr daha çox kapital cəlb etməyə başlayır. Bu da uzun müddətli perspektivdə texnologiya sektorunda yeni rekordların formalaşmasına zəmin yaradır. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, bu sürətli kapital axını bazarda dəyişiklik də yarada bilər. Əslində bu səhmlər böyük kapital axını yaradaraq yeni texnoloji layihələrin daha sürətli maliyyələşməsinə imkan verə bilər. Eyni zamanda bu qədər böyük investisiya axını bazarda qiymətlərin real dəyərdən uzaqlaşması və böyük gözləntilərin formalaşması deməkdir. Bundan başqa texnologiya sektorunda rəqabət kəskinləşdiyi üçün şirkətlər daha riskli, amma innovativ layihələrə yönələ bilərlər. Ancaq bütün bunlara baxmayaraq Elon Musk biznes dünyasının ən mübahisəli adlarından biri kimi qalır. Onun yüksəlişi həm şirkət idarəçiliyi, həm də siyasi əlaqələri ilə hər zaman geniş müzakirələrə səbəb olub. Musk 2022-ci ildə hazırda X adı ilə tanınan Twitter'i 44 milyard dollara satın alaraq sosial media sektoruna daxil olub və 100 milyonlarla istifadəçiyə birbaşa çıxış imkanı qazanıb. Bu platforma vasitəsilə miqrasiya siyasətindən dövlət xərclərinə qədər bir çox mövzuda etdiyi açıqlamalar onu gündəmdə saxlayıb. Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın rəhbərliyi dövründə üzərinə götürdüyü vəzifə də onun ən çox müzakirə olunan addımlarından biri olub. Lakin daha sonra Trump ilə Musk arasındakı yaxın münasibət siyasət və dövlət xərcləri ilə bağlı fikir ayrılıqları səbəbindən açıq gərginliyə çevrilib. Elon Musk texnologiya və kosmik sahədə böyük təsir gücünə malikdir. Onun layihələri sektorda yeni ideyaların sürətlə reallaşmasına təkan verir. Bu innovasiya tempinin yüksəlməsinə və bazarda rəqabətin artmasına səbəb olur. Yəni Musk'ın fəaliyyəti yalnız öz şirkətləri üçün deyil, bütün texnologiya və kosmik sənaye üçün inkişaf faktoruna çevrilir. Qeyd edək ki, Elon Musk bundan əvvəl də bir neçə uğurlu texnologiya və kosmik layihəyə imza atıb. Tesla şirkətini elektrik avtomobilləri bazarında liderə çevirməsi onun texnologiya sahəsində nüfuzunu artırıb. SpaceX ilə kosmik səyahət və peyk interneti layihələrini həyata keçirməsi də Musk'ın adı ilə bağlıdır. Solar City və digər enerji layihələrinə etdiyi investisiyalar isə onun sərvətini daha da artırıb. Bütün bu təşəbbüslər Musk'ın innovasiya ruhunu və strateji baxışını göstərir. Sadalanan bu nüanslar isə Musk'a dünyanın ilk trilyonçusu adını qazandırmağın bünövrəsində dayanan sütunlardır.